Artıq çətin həyat şəraitində yaşayan şəxslər üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq. Prezident İlham Əliyev sosial xidmət haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərin əsas məqsədi bu kateqoriyaya aid şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətini artırmaq və onların həyat şəraitini yaxşılaşdırmaqdır. Əvvəllər bəzi sosial xidmətlər, xüsusən də ya şəxsin, ya onun qohumlarının və ya özəl şirkətin sifarişi əsasında həyata keçirildi. Bu zaman tərəflər arasında müqavilə bağlansa da həmin xidmətlərin maliyyələşməsi dövlət büdcəsindən həyata keçirilmirdi. Amma yeni qaydalar imkan verəcək ki, belə müqavilələrə bağlanan zaman maliyyələşmə dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bir tərəfdən dövlət büdcəsi hesabına həyata keçirilən sosial xidmətlərlə bağlı müqavilələrin bağlanmasına və müqavilələr bağlandığı üçün həmin xidmətlərin daha keyfiyyətli və səmərəli şəkildə göstərilməsinə imkan yaradacaq. Qanunvericiliyə edilən digər dəyişikliklə mövcud sosial xidmətlərə yeni bir xidmət növü də əlavə olunub. Bu dəyişiklik çətin həyat şəraitində olan şəxslərin ehtiyaclarının daha dolğun şəkildə qarşılanmasına xidmət edir. Yeni anlayış məhz mədəni sosial xidmətin həyata keçirilməsidir. Nəzərə alsaq ki, çətin şəraitdə olan vətəndaşlarımızın həm də mədəni sosial xidmətə ehtiyacı var. Əvvəlki qanunvericilik bu şəraitdə olan vətəndaşlarımızın hamısının mədəni sosial xidmətlərinin istifadəsinə imkan yaratmırdı. Amma artıq yeni qaydalar imkan verəcək ki, çətin şəraitdə olan vətəndaşlarımız mədəni sosial xidmətlərdən tam olaraq istifadə edə bilsin. Bütövlükdə sözügedən qanuna edilən dəyişikliklər göstərilən sosial xidmətlərin sayının və bu xidmətlərə əlçatanlığının artmasına şərait yaradacaq.